Hər kəsə salam, Öznet kanalına xoş gəlmisiniz. Dostlar, bugünkü videoda biz elektron bəyan etmə haqqında danışacağıq. Bildiyiniz kimi bundan öncə Smart Custom mobil tətbiqi haqqında danışmışdıq. Yəni telefon üzərindən bunu necə etmək olardısa o barədə. Bugün isə məhz kompüter üzərindən qeydiyyatdan keçmək necə lazımsa o barədə danışacağıq və həmçinin elektron bəyan etməni necə doldurmaq lazımdırsa o barədə. Yeri gəlmişkən kanala abunə olmağı unutmayın ki, hər hansı bir yeni xidmətlərin istifadə qaydalarına dair tam məlumatda olasınız. Və həmçinin videoya like qoyun ki, bu videonu maksimal olaraq çox insan görsün və bu videodan faydalansın. Deməli, ilk öncə daxil olmaq lazımdır e.customs.gov.az səhifəsinə. Əlbəttə ki, həmişə olduğu kimi mən videonun altında linki qeyd edəcəm. Siz də keçid ala bilərsiniz. Bura daxil olandan sonra deməli biz seçirik fiziki şəxsləri. Əgər biz deməli xaricdən olan hər hansı bir məhsul sifariş eləmişiksə, fiziki şəxs olaraq və deməli şəxsi istifadə üçün onu sifariş eləmişiksə və onu bəyan etmək istəyiriksə, fiziki şəxslər bölümünü seçirik. Fiziki şəxslər bölümünü seçəndən sonra gördüyünüz kimi burada bir neçə məlumatlar qeyd olunur. Burada qeyd olunan bölümlərdən bizə ikinci bölüm lazımdır. Yəni sadələşdirilmiş bəyənlənmə, elektron ticarət, onu seçirik. Bundan sonra burada qeyd olunan kimi deməli xidmətdən istifadə etmək üçün mütləq olaraq portala daxil olmaq lazımdır. Biz əsas səhifədən də portala daxil ola bilərdik, ekranda sağ küncdə və yaxud deməli bu səhifədən də keçid ala bilərik. Daxil ol düyməsini seçirik. Açılan pəncərədə 2 dənə bölüm qeyd olunur. Bizə lazım olan asan logindir. Çünki digər istifadəçi adı və şifrə xarici vətəndaşlar üçün nəzərdə tutulur. Asan login bölümünü seçəndən sonra deməli burada qeyd olunan düyməni seçirik. Asan login bir çox yerlərdə istifadə olunur. Ümid edirəm ki, siz o barədə məlumatlısınız. Amma əgər məlumatlı deyilsinizsə, birinci bölümü seçirik identifikasiya nömrəsi ilə. İdentifikasiya nömrəsini dedikdə nə nəzərdə tutulur? Deməli, şəxsiyyət vəsiqəsinin fin kodu. Əgər sizin şifrəniz varsa və siz qeydiyyatdan keçmişsə, siz onu dərhal daxil edə bilərsiniz. Burada gördüyünüz kimi deməli məlumatlar qeyd olunur ki, şifrəni unutmusunuz yoxsa yox. Əgər şifrəni unutmusunuzsa, deməli o zaman bu bölümü seçməlisiniz. Əgər qeydiyyatdan ümumiyyətlə keçməmisinizsə, o zaman deməli qeydiyyat bölümü seçmək lazımdır. Burada da gördüyünüz kimi qeyd olunur ki, fin kod nədir? Şəxsiyyət vəsiqəsində olan rəqəmlərdir. Burada həm deməli köhnə tipli şəxsiyyət vəsiqələri var, həm yeni tipli şəxsiyyət vəsiqəsi var, həm də ki, deməli müvəqqəti yaşayış üçün icazə verilən şəxsiyyət vəsiqələrində olan fin kod harda yerləşirsə, o barədə də məlumat qeyd olunur. Mən hər ehtimala qarşı qeydiyyatı da göstərmək istəyirəm. Qeydiyyat bölümünü seçəndən sonra burada qeyd olunur identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsinin fin kodu, onu qeyd edirsiniz. Ondan sonra deməli mobil nömrənizi qeyd edirsiniz. Burada prefiksi seçərək 05051 və yaxud deməli digər. Ondan sonra mobil nömrənizi yazırsınız, amma mobil nömrəniz mütləq şəkildə sizin öz adınız olmalıdır. Və ondan sonra deməli irəli düyməsini seçirsiniz, sizə SMS bildirişi gələcək və təsdiq edirsiniz onu. Yeri gəlmişkən mən onu söyləmək istəyirəm ki, mən şifrəni unutmuşam, ona görə də mən şifrəni unutdum seçəcəm. Şifrəni unutdum seçəndə də elə eyni olaraq fin kodu daxil edirik. Fin kodu daxil edəndən sonra burada seçim imkanı var ki, siz nömrənizi seçəsiniz, hansını ki siz qeydiyyat zamanı qeyd eləmişdiniz və həmin nömrəyə deməli şifrə təqdim olunacaqdır. Burada gördüyünüz kimi bizə 5 dəqiqə vaxt verilir ki, biz təsdiqləmə kodunu qeyd eləyək. Təsdiqləmə kodunu daxil edəndən sonra artıq yeni şifrənizi təyin etməlisiniz ki, bundan sonra ondan istifadə edə biləsiniz. Onu da təyin edəndən sonra təsdiqlə düyməsini seçirsiniz və artıq deməli səhifəyə keçid ala bilərsiniz. Və yekunda belə bir cavab gəlir. Açılan pəncərədə deməli sənədləşdirilmiş bəyannamədir elektron ticarət üçün. Gördüyünüz kimi burada bir çox məlumatlar var. Gəlin birlikdə baxaq görək nə etmək lazımdır və ümumiyyətlə bəyannamələri necə əlavə etmək lazımdır və əgər bizdə artıq bəyannamə varsa, onlara necə baxa bilərik. İlk öncə onu söyləmək istəyirəm ki, bütün məlumatlar bu səhifədə tam aydın şəkildə qeyd olunur. Yəni burada gördüyünüz kimi sağda məlumat mövcuddur ki, bağlama sayı nə qədərdir. Ondan başqa gördüyünüz kimi burada cəmi ödənilən rüsumlarda qeyd olunur, limit var, qalıq qeyd olunur. Və bu kimi məlumatlar burada tam aydın şəkildə qeyd olunur. Və həmçinin əgər siz artıq tərtib olunan bəyannamələrə baxmaq istəyirsinizsə, burada gördüyünüz kimi tarixləri seçirsiniz. Məsəl üçün yanvar ayının 1-dən elə bu günə kimi hansı bəyannamələr mən daxil etmişəmsə, onlara baxmaq istəyirəm. Məndə bəyannamələr yoxdur deyə, ona görə də onlar öz əksini tapmır, amma bax bu bölümdə yerləşir. Deməli, bəyannaməni iki cür eləmək olar. Birincisi, burada gördüyünüz yaşıl düyməni seçərək yeni bəyannamə əlavə etmək üçün və ikincisi, deməli, əgər siz daşıyıcı şirkətlər tərəfindən hər hansı bir məhsul sifariş etmişsə, o zaman deməli burada bir düymə əks olunacaqdır. Siyahıya baxmaq düyməsi, bu deməli məhz daşıyıcı şirkətin anbarına daxil olan bağlamalardır. Məndə hal-hazırda belə bir məhsul yoxdur deyə, məndə hal-hazırda belə bir bağlama mövcud deyil deyə burada əks olunmur. Amma əgər siz deməli artıq sifariş eləmişsə, o zaman orada əks olunacaqdır və çox rahatdır. Onu seçirsiniz. Orada deməli göstərəcək ki, hansı bağlama, hansı daşıyıcı şirkət tərəfindən gəlib və onu elə oradacan bəyan et düyməsini seçərək bəyan etmək olar. Amma məndə həmin bölüm qeyd olunmur. Burada həmçinin səbəblər də var, nəyə görə qeyd olunmur. Ona görə də mən yeni bəyan etmə bölümünü seçirəm. Yeni bəyan etmə bölümünü seçəndə burada gördüyünüz kimi ilk olaraq şəxsi məlumatlar qeyd olunur. Mobil nömrənizi də bura daxil edə bilərsiniz. Yuxarıda qeyd olunan məlumatlar məsəl üçün məndə avtomatik olaraq daxil olundu. Ondan sonra deməli irəli düyməsini seçirik.
İrəli düyməsini seçəndən sonra burada olan məlumatları doldurmaq lazımdır. Burada qeyd olunur ki, bağlamanın izləmə kodunu. Həmçinin çox rahatdır. Gördüyünüz kimi burada işarə düyməsi var. İşarə düyməsini seçəndən sonra bu bölümə dair ətraflı məlumat qeyd olunur. Yəni bu bölüm nədir, nə üçün istifadə olunur? Bağlamanı gətirən poçt və yaxud daşıyıcı şirkəti seçilməlidir. Ondan sonra burada gördüyünüz kimi bir neçələri mövcuddur. Ondan sonra göndərilən ölkə, bunu da buradan seçmək lazımdır. Yəni hansı ölkədən göndərilibsə və deməli satıcı. Bu məlumatları doldurandan sonra gördüyünüz kimi mallar bölümünə keçirik. Yeni mal əlavə et düyməsini seçmək lazımdır. Yeni mal əlavə et düyməsini seçirik və burada gördüyünüz kimi bir neçə məlumatlar əks olunur. Mal hansı qrupa aiddirsə ilk öncə onu seçməliyik. Misal üçün ayaqqabı. Ondan sonra deməli alt qrup seçilməlidir, yəni hansına ki mal aiddir. Misal üçün krasovka seçirik. Malın invoice qiyməti qeyd olunmalıdır. Ola bilsin ki, sizə sual yaransın ki, bəs malın invoice nədir? Burada gördüyünüz kimi yenə də söyləyirəm, sual işarəsi mövcuddur və çox da rahatdır əslində. Hər hansı bir məlumatı bilmədikdə dərhal deməli həmin sual işarəsinə keçid alırsınız və orada məlumat əldə edə bilərsiniz. Burada gördüyünüz kimi qeyd olunur ki, mal alarkən ödədiyiniz məbləği, invoice qiymətini qeyd edin. Bu məlumatı bura qeyd edirik, ondan sonra deməli valyutanı qeyd edirik. Mən əlbəttə ki, bunu nümunə olaraq qeyd edirəm. Bildiyiniz kimi biz hər hansı bir xidmətləri test edərək nümunə şəklində təqdim edirik. Yəni bu rəsmi təlimat xarakteri deyil. Rəsmi təlimat əlbəttə ki, xidmət sahibi tərəfindən təqdim oluna bilər. Ona görə də sadəcə olaraq nümunə şəkildə bunu göstəririk ki, siz də məlumatlı olasınız. Deməli, valyuta bölümünə biz seçirik hər hansı bir valyutanı, misal üçün ABŞ dolları. Burada həmçinin daşıma xərcləri qeyd olunur. Bu da ki, deməli, siz malın daşınmasına ödədiyiniz məbləği qeyd edirsiniz. Misal üçün olsun 2 dollar və ondan sonra deməli miqdarı qeyd edirsiniz. Və əlavə et düyməsini seçirsiniz. Əlavə et düyməsini seçəndən sonra burada gördüyünüz kimi məlumatlar artıq bu cür əks olunur ki, sizin bəyan etdiyiniz bu krasovkalar burada qeyd olunur. Əlbəttə ki, siz bu bəyan etməni deməli həm redaktə edə bilərsiniz, həm də ki, deməli silə bilərsiniz. Bu düymələr də burada öz əksini tapır. Və gördüyünüz kimi sağ küncdə bu bəyan etməyə dair ödənişlər də qeyd olunur. Bundan sonra deməli buradakı olan məlumatı qəbul edirik ki, bəli, biz məlumatdayıq ki, yanlış məlumat qeyd eləmək olmaz. Ondan sonra deməli təsdiqlə düyməsini seçirik. Təsdiqlə düyməsini seçəndən sonra artıq ödəniş eləmək lazımdır. Və ödəniş edəndən sonra artıq bəyənməniz bitir. Bu qədər dostlar, ümid edirəm ki, məlumat sizin üçün faydalı oldu. Kanalımıza abunə olmağı unutmayın və növbəti videolarda görüşmək ümidi ilə.